siz necə də az düşünürsünüz. Bu belədir. Zəlikə bi ənnallaha huvel haqq. Çünki Allah haqqın özüdür. Və ennəmə yəd'un min dunihil batil. Və ondan başqa yalvarıb çağırdıqlarınız isə batildir. Və ennallaha huvel aliyyul kəbir. Və həqiqətən Allah ucadır, böyükdür. Məgər mülkün sahibi Allah deyilmi? Məgər mülkün sahibi Allah deyilmi? Məgər verən və alan o deyilmi? Məgər hər şeyin sahibi o deyilmi? Məgər dualara icabət edən o deyilmi? Nəyin sənin zərərinə və nəyin sənin xeyrinə olduğunu bilən o deyilmi? Məgər mən sənə şah damarından da yaxınam deyən o deyilmi? Sənə səndən yaxın olan, səni bir an nəzarətindən kənar qoymayan o deyilmi? O zaman nə üçün yalnız ondan istəmirsiniz? Nə üçün qəbirlərə üst tutursunuz, türbələrə üst tutursunuz? وَلَقَدْ خَلَقْنَا الْإِنسَانِ And olsun ki, insanı biz yaratdıq. وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ Və nəfsinin ona nə vəsvəsə etdiyini bilirik. وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ Və biz ona şah damarından da yaxınıq. Diqqət edin. Qəlbinizi açın və Allah kəlamlarına qulaq verin. Buyurur Uca Allah: وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ Qullarım sənə məni soruşduqda bilsinlər ki, mən yaxınam. Ucibu də'vətəd-də' İzə də'ən Mənə dua edən dua etdikdə onun duasına cavab verirəm. Fəlyəstəcibu li Qoy onlar mənim çağırışıma uysunlar. وَلْيُؤْمِنُوا بِي Və mənə iman gətirsinlər. لَعَلَّهُمْ يَرْشُدُونَ Bəlkə doğru yola yönəlsinlər. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.